mən bu xasiyyətini bilirəm da. Elə bir adam mən tanımıram. Toy günü mesaja görə getmədin toya, yoxsa? Yazdı ki, qardaşım da sən də lazım deyilsin. Xəcalət çəkirəm, utanıram. Pılın yanında ona boğub öldürəm. Ehtiyatsızlıqdan Bakıda 2 uşaq hündür mərtəbəli binadan yıxılaraq biri dünyasını dəyişib, biri ağır xəsarət alıb. Bu qədər deyirik, bu qədər binalarda ehtiyatlı olmaq lazımdır deyirik, amma yenə də valideynlərin ani diqqətsizliyi fəlakətlə nəticələnir. Hər vaxtınız xeyir olsun. Gəldanış kriminal layihəniz görüşünüzə gəldi. Deməli, az yaşlı 5-ci mərtəbədən yıxıldı, vəziyyəti ağırdır. Ağır xəsarətlər alması ilə nəticələnib uşağın iyunun 29-u saat 13 radələrində 2017-ci il təvəllüdlü Mərciyeva yaşadığı Şərq küçəsi ev, deməyək bunu, ünvanından yıxılıb. 5-ci mərtəbədən yıxılan qızın xəstəxanaya çatdırılması mümkün olub. Onun vəziyyəti ağır olduğu deyilir. Bakıda digər bir hadisə də baş verib ki, iyulun 27-si baş versə də bu günlərdə çıxıb xəbər. 11 radələrində 2022-ci il təvəllüdlü Monera Səməd qızı Hümbətova yaşadığı Həsənov küçəsinin 15-ci mərtəbəsindən, binanın 15 mərtəbəli üzr istəyirəm, 5-ci mərtəbəsindən evin pəncərəsindən yıxılıb. O aldığı xəsarətlərdən dünyasını dəyişib. Allah rəhmət eləsin. O cümlədən Bakıda daha bir nəfər dənizdə boğulub. Bu qadındır. 17 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində baş verib ötən gün. Zabrat qəsəbə sakini 1984-cü il təvəllüdlü Rəisə Şükür qızı Abbasovanın meyidi dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bilmirəm, amma dəqiq məlumatım yoxdur. Səhər saatlarında kimsə mənə yazmışdı ki, müəllimə dənizdə boğulub. Səhv eləmirəmsə bu həmin müəllimədir. Odur. Deyirəm də yazmışlar mənə ki, müəllimə boğulub, nə ilə bağlı. Bax belə şərhlər olmuş deyə məni təq eləmişdilər ki, indi hər halda da xahiş edirəm, indi insan da gedib dənizə. Bu arada müəllimlərdən dərs zamanı müəllim və tələbələrin telefonundan istifadəsi qadağan edilir. Əslində son zamanda müəllimlərlə şagirdlər arasındakı bu videolar var. Doğrudan adam düşünür ki, bu necə vaxt çəkib, bunu çəkilişi elə bir 20 dəqiqə çəkir, 25 dəqiqə çəkir də 2-3 dəqiqəlik videoların. Maşallah, müəllimlər də ki, elə bil blogerdir. Yaxşılarına irağı. Hamısı elə qəşəng görüntülər çəkir ki, neçə illərdir televiziyada olan adamlar kimi biz az qala o cür görüntülər çəkmirik. 070 ilə 653 48 69 Əziz buradadır. Əzizə də xəbərlər var. Əziz atan dünən dedi ki, mənim belə bir övladım yoxdur, amma aldığı məlumata görə atanla qaynanan danışıblar. Hətta atan qaynanan gilə getmək istəyir. Niyə, nə üçün bilmirəm. Hər halda mən də bu mövzunun çox uzadılmasının tərəfdarı deyiləm. İstəyirəm ki, o məsələ sülhlə həll olsun. Əziz ailəsini bir yerə yığmaq qərarındadır. Amma şərti var ki, qaynanam gəlməyəcək bizim evə bir müddət. Ən azından onun 3 aylıq inşallah balası olacaq. 3 aylıqdır. Üzr istəyirəm yoldaşı. Ona görə də biraz sülhə getmək olar. Çünki bəzi məsələlər var ki, o mənim buramda da söz var deyə saxlayıram, hələ açıqlamıram. Çünki sülhün tərəfdarıyıq. Biz də reytinqə görə işləsək, hər şeyi açıb danışa bilərik. Cavid dayı, xoş gəlmirsən. Yaş neçə dayı Cavid dayı? Bir mikrofonu verək Cavid dayıya. Çox maraqlı. Mən Cavid dayı kimi 4 nəfərin işini həll eləmişəm bu illər ərzində. Cavid dayımız hardan gəlib? İsmayıllıdan gəlmişəm. Harasından gəlmişsən İsmayıllının? Təzə kəndindən. Təzəkən. Olmuşam İsmayıllının çox kəndində. Təzəkən hansı istiqamətə düşür? Elə qonşu kəndə gəlib çıxmışdınız siz. Hara? İnanın ki, bəzən bax bu yaxınlarda yanacaq İzləmişəm doldurma məntəqələrinə hamısını. gedirəm. Orada salamlayıram hamısını. Qardaşlara yaxınlaşır, sən bizim kənddə olmusan. Gedirəm ora, sən bizim kənddə olmusan. Mən də axırda deyirəm, maşallah, mən də gəzmədiyim yer qalmadı. Ağlaya-ağlaya bütün ölkəni gəzmişəm. Deməli, vallahi ağlaya-ağlaya heç nə yoxdur deyə bütün ölkəni gəzmişəm. Cavid dayının 4 övladı var. Bəli. Yaşları neçədir?
Böyüsünün 40 yaşı təmiz var. 40 Təmiz, yaşı. tərtəmiz. Bəli. Tərtəmiz. Balacasının da ən balaca da 32 yaşı var. İndi biz hesablayırıq ortadakıların neçə yaşı olar. Öz yaşınız neçədir? Mən təmiz 67 var. 68 Təmiz 67. Bir alqışlayaq bu kişini. Təmiz 67 yaşı var. Bu Şirvan cəmaat deyirəm də bayamacə olurlar. Amma bu dayımız nə istəyir? Bu dayımız elə günü bu gün, hətta ola bilər ki, mən alım onun şəxsiyyət vəsiqəsini müraciət edeyim. 4 uşağın 4-ündən aliment istəyir. Bəli. Bəli. 2 qız, 2 oğlandır. Ki qızlardan da, gəl qızları bəlkə qoyaq kənara. Yox, elə qızlardan da. Ha? Hər cür imkanları var, verə bilərlər. Amma indi bunun detallarını gəlib açacağıq ki, niyə? Bax, görürsünüz nə vəziyyətə gətirib çatdırırlar ki, valideyn, mən bunu 4 dəfə eləmişəm, amma 4-ündə də çox düşünüb eləmişəm. 5 dəfə olub əslində. Biri də Sabirabadlıdır, indi kimi yadımdadır. Bir də Fatma nənə idi, Allah rəhmət eləsin. Onda da geri addım atdım. Çox üzr istəyirəm, məcbur idim onda geri addım atmağa. Ki, baxırdıq ki, burada biraz əsəb var. Amma 4-ündə də qərarımda qaldım ki, hələ də ödəyirlər aliment yeri gəlmişkən. İndi bu kişi də 4 uşaq atası övladlarından aliment tələb edir. Bax, elə başlığımız da budur. 4 uşaq atası Cavid dayı övladlarından aliment tələb edir. Yenə deyirəm, bu gün ola bilər ki, bu addımı atma. Amması var da, indi biz ammasını araşdıraq, hələ bu gün gəlmişsiniz, görək nələr baş verir ki, bu addımı atmaq istəyirsən. Axtarışlarımızı biz təqdim edə bilirik mi, dostlar? Axtarışları bir daha keçid alaq, çünki görmək istəyənlər var, məlumat olsun. Nuriddini göstərək. Nuriddin 10 ildir gedib, indi birazdan təqdim olunacaq. 10 ildir Nuriddin ölkədə yoxdur. İnciyib, küsüb gedib, nə inibsə, axırı onun da geri qayıtmasını istəyirik. O cümlədən Pərvini göstəririk. Pərvin də artıq mart ayından yoxdur. Məlumatı olanlardan xahiş edirik, əgər özü dəyişdirsə. Və Samir də göstərək ki, Samirin valideynləri yenidən bura gələcək. Samir də indi saqqal uzanıb. Mən demişdim, şəkilləri təqdim edəcəm. Çox güman ki, sabah təqdim edəcəm bəzi detalları. Bu da belə. Hər halda bir kişinin, bir atanın nəvələr varmı Cavid dayı? Mikrofona. Var. Neçə nəvəm var? 3, 5, 7. Maşallah. Necədir, nə cürdür övladlarla münasibət, onun gələcək birazdan. Bəs deyə görüm, yoldaşın varmı? Var. Niyə fikirləşib deyirsən? Bir yerdəsiz? Yox, həmin yoldaşla yox da. Həyat yoldaşın varmı? Ömürgün İndi var, yoldaşın? başqası. Bu uşaqların anası yox. Hə, başqası. Uşaqların anası haradadır? Elə o kətdə uşaqlarla bir yerdədirlər. Hə, ayrılmısan ondan? 21 il bundan əvvəl ayrılıq olub. 21 il bundan əvvəl ayrıldın. Oo. Uşaqlar necə, baxır mı sənə ümumiyyətlə? Heç vaxt, heç bir ünsiyyət olmayıb. Uşaqlarla qoymayıblar ünsiyyətdə olaq. Əslində yaxşı üsuldur ha bu nə barədə? Yəni pis mənada demirəm. Yəni indi qisas vaxtı deyirik, o ömürgün vaxtı, qisas vaxtı. Görsən Etibar müəllim nələr var? Görsən? Amma məcburuq ki, bu gün biz bunları görək. Məcburuq ki, görək. Övladlarının adları nədir? Sevil, Sevda. Sevil, Sevda. Elvin. Qızlar da baxmadı sənə? Ana qoymayıb da. Yəni qaynana ayrı bizi vaxtında. Aha. Ki qaynana da hiccə eləyib ki, sən mən deyəni eləməlisən, mənə tabi olmalısan, mənim ayağımdan öpməlisən. Bu heç vaxt mən ziyalı bir adamam. Nədir, təhsiliniz varmı? Bəli, Azərbaycan Dövlət Universitetini bitirmişəm 83-cü ildə. Nə işləmişsiniz? Müəllim işləmişəm, 43. Müəllim. Evet. Maşallah bu İsmail'in da yarısı elə müəllimdir də. Vallahi bu o vaxtı kim olubsa bu təhsil sektorunda bütün İsmail'ini eləyib müəllim də, yaşlılarından İraq. Vallahi hara gedirəm Şamaxıda İsmailli müəllimləri. Akçaya düşürsən İsmaillidən müəllimlər. Ağdaşa gedirsən İsmaillidən müəllimlər. Maşallah gör nə odur ki, indi biləcəyik. Nə müəllimisiniz? Mən riyaziyyat, mənim ixtisasım riyaziyyat olub. Amma belə nə dərs demişsiniz Həm ki? riyaziyyat olan yerdə işləmişəm, həm başqa yerdə ibtidaidə işləmişəm. İbtidai sinif müəllimi də olmuşsunuz. Axıra yaxın. Uşaqlarına dərs demisənmi? Mən məcbur ora göndərdim. Uşaqlarınıza dərs demişsinizmi? Öz uşaqlarıma Aha. yox. Çünki mən qıraq kətlərdə, Qıraq məktəblərdə işləmişəm, o bizim kəndə idi. Bizim kətdə yer olmuyor mənə işləməyə. Deyirəm də müəllim çoxdur sizdə. Atanız da müəllim Bütün olub mu? qonşu kəndlərdə hamısı bizim kəndin müəllimləri də işləyir. Nə kəramətdirsə İsmaillidə çox müəllim var. Atam yox, atam, anam çox
kasıb bir adamlar olurlar, Salamlayırıq isavad bir İsmail'i. adamlar olurlar, çarəsiz bir adamlar olurlar. 40 ildən çox da adamın ölməyi. Allah rəhmət eləsin. Sağ olun. İndi bir qısa ara verəcəm. Qayıdan kimi başlayacağıq. Çox maraqlı bir məsələdir doğrudan da və bütün Azərbaycanı salamlayırıq. İsmail'i da başda Bəli, 30 yaşlı Əzizin də məsələsi var ki, yenə də deyirəm, biz sülhün tərəfdarıyıq. Baxmayaraq, Əziz biraz inciyir ki, mənim rəsmi həyat yoldaşımdır, gəlsin bura, danışa bilmirəm, axtarış olunsun. Yəni, onun ərizəsini alıb hər şey eləmək olar. Ehtiyac yoxdur, biz məsələni yenidən deyəcəklərim olacaq, daha doğrusu. Çox mühüm məsələlər var bu işdə. Atası da şairdir, ziyalı adamdır, amma dünən niyə bəzi addımlar atıb, o mənim üçün maraqlıdır ki, birazdan açıqlayacaq. Cavid dayı, götür mikrofonu görək. İsmailli'dan Təzəkənddən gəlib, müəllimdir, riyaziyyat müəllimi, arada ibtidai sinif müəllimi də olub. 4 övladı var. Bəs bu ikinci xanımdan yoldaşın olubmu? Üzr istəyirəm, uşağın olubmu? Yox, olmayıb. Olmadı. Necə olub uşaqlarla əvvəldən münasibətin? Yəni, boşanandan sonra kəsib atıblar? 20 yaşları var idi da artıq sən boşananda. Bəli, 20 yaşa keçmişdi böyüsü. Bəs o necə münasibəti oldu sənə? Çaşdırıblar da, uşaqları həmişə yalanla, cəmiyyətdə ətrafa həmişə yalan yayıblar. Hətta mənim bacımı yalanla aldadıb, elə formada saxlayıblar ki, yoldaşım anası ilə bilirdi. Bacım ömründə bu 40 ildə bir dəfə də olsun məndən bir söz soruşmayıb. Qız-qızasız? Yəni qız vermişsə onlara həm də? Yox, 4 qat qohumluq var indi. Yox, bildim, bacın deyirsən ki, bacıma əziyyət verir. Bacın orada ərdədir. Bacımı onlar ələ alıb mənim əleyhimə istifadə üçün. Hə, yox, bacının, elə bildim, ərə vermişsən onlara. Yox. Hə, indi bacın onların yanındadır, tərəfindədir. Onların tərəfindədir də yalanların qurbanı olub gedib. Yəni, nə yalandır? Gəl qardaşıma belə el, Cavidə belə eləyə, o da eləyir. Qardaşının yanına getmə, heç nə soruşma, heç bilməsin, sirlər açılmasın da, yəni. Yaxın tut. Çünki mən evlənən kimi ərəfəsində, toyumuz ərəfəsində. Toydan qabaq bizim narazılığımız olub. Mənim toyumda onlar iştirak etməyiblər. Kim iştirak eləməyib? Deyil, bu qaynana gül. Uşaqların nənəsi. Hələ sizin toyunuz 90-cı illərdə olub da, düzdür? 85-də. Hələ 85-də bu qırğınlar olub. Bu 2026-ya mən nə deyim? Hələ 85-də siz belə... Çirkin niyyəti olub onu, sən demə, mən də bilməmişim. Biz oraya elçi getməmişik, onlar elçi göndərmişik. O sözləri Əziz deyir mənə. O söhbətləri Əziz eləyir mənə 25-30 yaşlarında Əziz. Sən Ağsaqqal 67 yaşında səndən də iştiram belə, sizdən də. Siz o vaxt elə olub da, yəni mən də elə bildim ki, təklif onlardan olub. Qardaşım tərəfdən, böyük qardaşım tərəfdən qohumluq var idi. Yaxın tut mikrofonu. Qohumluqlar var idi, ona görə təklif oldu. İndi görsən nə yaxşı qohum evliliyi qadağandır. Nə yaxşı. Nə eləyir? Yaxın adam, qohum adam eləyir. Mənə ən ağır zərbəni mənim bacım, qardaşım vurub. Neçə bacı qardaşınız var? 3 qardaş, bir bacı olmuşuq. Qardaşım biri cavan ikən ölüb 25 il, 26 il bundan əvvəl. İndi o bacı, yerdə qalan bacınla qardaşın sənin tərəfində deyil. Yox, bacımı ələ alıblar yalanlarla, o da o biri qardaşı. Nə ola bilər bütün nəsil imtina eləsin bir müəllimdən? O ölən qardaşımın qohumu olub da bunlar. İndi məsələ odur ki, məsələ Cavid dayıdan uzağa, bəzən belə hadisələrdə, hələ bu yaxşıdır da, bir də görsən elə mövzuların araşdırmasını eləyirik ki, adamın əlində olsa deyərsən ki, məsələmdə bunu adama heç nə düşməsin. İraq sizdən ha, bütün nəsil imtina elədiyi adamdan deyirik, amma gəl qanun tərəfindədir. Gəldi ki, qanun deyir ki, qardaş, mənə maraqlı deyil, onun belə hərəkəti bunu deyirəm sizə ki, üzr istəyirəm. Qadını 4-5 çay içən yerdə görürsən, çəkirsən, aparıb hakimə verirsən ki, bu çayı içir də, bu çaydan içdi. Bundan hakim deyir ki, mənə dəxli yoxdur. Haqlı da olaraq deyir, yenə də uşağı verirəm anasına. Yəni, qanun onun tərəfindədir. Ədalət prinsipi baxımdan demirəm, amma qanuni tərəfdən deyirəm. Həmişə bir sözüm var, hakimlər qanuni addım atır, amma ədalətli qərar olmur. Var da ki, ədalətli qərar, öz daxili düşüncəsi ilə verir bu qərarı ki, uşaq belə ananın yanında qala bilməz. Belə qərarlar da var. Mən məsələ sizə aid eləmirəm. Sadəcə olaraq indi açılacaq bu söhbət bütün nəsillə düşmən bir növ olmağınıza rəğmən indidən deyirəm ki, qanun sizin tərəfinizdədir. Davam eləyək. Bacı qardaşın da onlar tərəfdə. Nədir? Qardaşımın biri çoxdan ölüb, dedim. Biri də Sumqayıtda yaşayıb, 72-ci ildən bəri. O qədər ünsiyyətçil adam deyil o. Yəni, onu mənim bacım çaşdırıb da. Yəni, bacın ərə gedibmi?
4 dəfə ərə gedib. Ay dədə vay. Allah köməyi olsun. Əslində Rəsmi gedib. Qeyri-rəsmi olub ikisi rəsmi olub. kişi burada onu danışası mövzudur. Ay yoxdur. Qanun niyə ta məcbur. Yəni o onun o xarakterini deyir, dediyi düzdürsə, yəni belə bir tipdə deyir bacılar. Amil bəy deyir, amma burada 62 yaşında adam bacısından 67 bacısından belə danışmır. Ona görə Amma də deyir nəsildə bacım deyir hara çatdı məndən danışır da, indi də məndən əl çəkmir. Reklam arası onu deyir. O indi qadınların və Kişinin bir örgənliklərdə qüruru yoxdur bə. Kişi haqqında hər şey danışacaqlar deyə kişi durub baxma. Neynəsən danışırlar. Yox, kişi haqqında- 5 dəqiqə oturdun nəsə danışırsan. Bacım təhsilsiz bir adam olub. Siz təhsilli olaraq Bəli. amma burada nə danışdınız? Yox, mənim məhv eləmək istəyir. Qoşulub onlara məhv Nə oldu? eləmək. Hamı çaşdı, bir dənə Yaxşı, siz Könül, çaşmadınız. xahiş Mən edirəm. niyə çaşıram? Yox, Mən yox. ziyalı bir adamam. Mən niyə Yox, çaşıram? burada Hər bir... kimi Yo, çaşıram. yo, biz sizə heç nə demirik. Könül xanım demək istəyir ki, yəni bacı ilə qardaşın arasında heç bir bir dəqiqə qoy danışıb siz deyərsiniz. Bir danışaq. Söhbət ondan gedir ki, qardaş bacı doğma bir adamdır. Mən də Və elə sizin hesab evlatlarınız 20 yaşında onları qoyub gedmişsiniz. Deyirsiniz ki, anası öyrədir. 20 yaşında uşağı öyrədə bilərlər, ay camaat. Mümkün deyil, mümkün. Mümkündür axı. Arzumanın 32 yaşı var, Əlbəttə öyrədirəm. mümkündür. O nə Ailəm vurur deməkdir? bir-birinə. Əlbəttə mümkündür. Mümkündür. Bəli, məni o... Nəyə mümkündür? Bunu qaynana eləyib, bunu. Qulaq asını, qaynananı bura nəyə qatırsınız? Mən sizin evlatlarınızdan danışıram. Və mənim Mənim evlatlarım evladımın var. da 40 yaşı var. Maşallah. Biz boşanmışıq. Ancaq deyə bilməz ki, atamı bir dəqiqə görməyim. Ya atamla danışmayım. Qardaş, evin kişisi olmalısan ki, yumruğu vura bilərsən stola. Sən indi burada danışırsan və deyirsən, bacım 4 dəfə ərə gedib. Olduğunu deyirəm Etibar da. var. Olduğunu demə. Ay etibar mənim. Allah bilirsin. Doğrudan 40 yaş var oğlunuzun, böyüyün. Qızımın 40 yaşı vardı. 40. Sizin neçə yaşınız var? 60. 65. 24-23 yaşında evlənmişsiniz. Bəli. Söhbət ondan gedir ki, bax Könül xanım onu demək istəyir ki, bacı, qardaş doğmadır. Mən də Onları elə hesab ayırmaq edirdim. olmaz. El danışsa Mən- belə siz danışmamalısınız. Hər nə eləyib, biz bilmirdik deyə hamı bildindi. Ay, 4 mən dəfə ya- ərə Nə gedib, dəxli 5 var? dəfə Ay, ərə Könül gedib. Yalanı xanım, bilməkdənsə orada- doğru Yox, bilmək Amil yaxşıdır bəy da. özündən danışsın da, bacısını bura niyə gətirib? Deyir ki, burada? yəni bacım özü belə xarakterdədir, amma məni biabır eləyir elova Nə içində. oldu? Qaynana çaşdı, uşaq çaşdı, qonşu Ay, çaşdı. Çaşmayıblar, onlar qəsdən planlı hərəkət edir. Onlar niyə çaşır? Yəni qaynana planlı hərəkət eləyib. Ay Cavid dayı. Bəli. Öz adı Mənim nə yaxşı cavan valideynlərim addır olmayıb Cavid axı dayı. həmin vaxtda. Bizim Cavid olmayıb. dayı. Niyə ayrıldın sirr Bacı deyirsən? bir dəqiqə üzr istəyirəm. Mən nədir? Övladları birliyə saxlayan valideynlər olur. Valideyn himayəsi bizdə olmayıb demək olar. Hə, ana atada da problem olub. Yox, onlar tez gedib də həyatda. Mən göz açanda atamı pensioner görmüşəm. Hə, gec ailə qruplar. Olan Böyük Vətən müharibəsində olub, sonradan gəlib anam da yoldaşı başqa adamla Böyük Vətən müharibəsində gedilmiş, sonra gəliblər, bir neçə il qalıb, sonra Hə, 50 yaş şərəfəsində Ananızın da evlənib. ikinci evliliyi olub, Bəli. atanızın da. O uşaq əvvəlki ailədən olan uşaqlar ölüb. Atanızın da ikinci evliliyi olub. Bəli. Hətta o dönəmdə var idi. Baxın, indi bunlar belə danışır. Mən bir dəfə bir kitab oxudum. Deməli 39-45-də əslində bu müharibə, indi 41-45 deməyimizə baxmayaraq. Müharibədən sonra valla indi danışırıq da söz gəlib deyirəm də. Elə olub ki 60-70 yaşlarında qadınlar 25-30 yaşlı oğlanlarla evlənib. Yəni elə bir dönəm oldu da qadınlar başsız qalmasın filan şey. Yəni belə addımlar da atıblar. İndi bu qınanılır, amma dönəmində bu olub. Yəni 60 il bundan əvvəl belə hadisələr olub. Geylik doğmalıq olmayıb. Məsələn, mənim nənəmin qardaşı, sonradan biz bilirik ki, nənəmin qardaşı Bəli. ögeydi. Yəni, Onlar ögeydi. Bunlar, mən Amma bunu biz başa oxumuşdum. düşmürük. Hətta elə, üzr istəyirəm, eləsi vardı ki, 21 yaşında oğlan 55 yaşlı qadınla evlənib o dönəmdə. Çünki qadın başsız qalmasın və s. Belə bir düşüncələr olub. İndi atanız da müharibədən çıxıb, yoldaşı rəhmətə gedib, gəlib sizin ananızın da yoldaşı rəhmətə getdiyinə görə evləniblər. Bu da normaldır. Belə hallar var. Amma ailədən söhbət düşəndə bizə sadəcə maraqlıdır ki, laf sualı bu cür verim. Nə şərə atırlar sizə ki? Güya ki, belə başlayaq lafı, güya ki, nə eləmisiz? Hər cür şər atıblar, hər cür. Məsələn, Heç o şər qalmayıb ki, mənə atsınlar. məsələn, E, elə denə veriliş bağlansın.
Mən onu Hamısını buradan demədə, necə yəni gördüm ki, cümləni Yəni o elə bir şərdir ki, ən sonuncunu deyim məsələn. Ən təhlükəli deyil. Təhlükəlidir. Gəlin bəlkə qulağıma deyəsən. Necə? Gəlin qulağıma de. Hə, get qulağına desin, bizə də deyər. Hə, qoy gedim mən. Çünki qorxuram və təzədən bax. Yox, sən o Hər cür şər o. Allaha şükür ki, yaxşı qurtardıq. Yaxşı ki, elə mənim qulağıma dedin o sözü. Valla, hər an nəsə ola bilərdi. Bax, görürsən, mən bir də öldüyüm günü bilmirəm. Təslim eləmək olub. Onu da sayənizdə bilirəm. Hardasa bu. Hə, görürsən, Onu elə qurublar ki, Hə. qız özü bəs o qədər ağır bir ittihamdır. bu qız özü anlamayıb ki, mən nəyi məhkəmədə mən nəyi Qulaq as, danışma. eləyirəm. O qədər ağır ittihamdır ki, hələ deyirsən ki, biri budur da, gör biri Bəli, budur. biri. O məsələdə məhkəmə olur. Bir dənə qaldırın zəhmət olmasa deyər. Sal mikrofonu aşağı. Yəni bu ittiham əsasında boşanma olub əslində. Bu ittiham əsasında boşanma olub. Hər halda bax, veriliş başlayanda bir şeyə qeyd elədim də, qanun. Buna rəğmən, yenə qanun sizin tərəfinizdədir. Hətta bu iddiaya rəğmən Of. Yaxşı da bildikdə Valideynlə övlad arasında isti münasibət mümkün olmaz. nə işə düşmüşük. Ona görə də sizinlə danışmırlar da. O deyir, bir cümlə var ya, çox üzr istəyirəm. Deyim, matım da qurundu, mutum da. İndi həqiqətən də o hissəyə gəlib çatdım, söz tapmıram deməyə. Məni kimi qulaqsız efir aparan, uxa deyirlər də, qulaqsız efir aparan adam bu mövzuya söz tapmıram. Nə də danışmaq istəmirəm də. Etibar müəllim, nə var, nə yox? Valla, dayı bilmirəm nə deyim, necə eləyim. Qoy gör, Gülbəniz xala nə var, nə yox? Yaxşısan mı? Yaxşı ol, biraz ara sakitləşdin. Gör nələr işdirik də. Amma yenə də qanun dediyim kimi, 4 uşağın 4-ündən də aliment tələb edirsən. Hərəsi 100 manat aliment versə yaxşıdır. Pensiya alırsınız mı? Pensiya azdır. Mən də yoldaşım da. Bəs biz tədbir adamın pensiyasını onun nətər yaşayacağıq? 2 nəfər deyilsiniz. Bəli, 2 nəfər. Yoldaşının neçə yaşı var? Onun 51 yaşı var. Uşaqlar niyə verməlidir ki, sizə aliment? Mən vermişəm onlara lazım olanda. İndi mənə də xəstəliyim var mənim. Sizə aliment müalicəm tutmuşdular o lazımdır vaxtı. mənim. Aliment kəsmişdilər. Əlbəttə. 15 manat. O vaxt elə idi, 15 manat, 20 manat. Mən müəllim istəyirəm də. Hətta o vaxtda aliment neçə olub ki, 15 manat, 20 manat, 25 manat. Yaşında qoyub gedib, nə aliment? Böyüyün 20 yaşı. Hara getmişəm etibar müəllim? Hara gedib? Al mikrofonu. Başqarmacın yanına. Bir dəqiqə görə, hara gedib? Belə Hara deyirsən. qoyub getmişəm? Bir dənə söz deyim sənə. Səhv deyirsiz axı. Qulaq as. Ziyalı ola bilərsən. Hər şey ola Mən bilər. əsl ziyalıyam. Bir dəqiqə, bir Eşq dəqiqə. olsun. Ziyalı da ola bilərsən, pulun da ola bilər, vəzifən də ola bilər. İnsanlıq insanın özündə olmalıdır. İnsanlıqda Sən indi elə yüksək bir deyirsən adamam. ki, 20 yaşında qoyub gedmişəm deyəndə, 20 yaşında mən olmaz. demirəm ki, sən Moskvaya gedmisən. Deyirəm, yəni evi qoyub gedmisən də uşaqlar. Başqa arvadın yanına getmisən. Xeyr, elə deyil. Mən öz evimdəyəm. Mən Onlar Onları gediblər. evdən Bəli, çıxartmısan. onu- Vay, vay, vay. Çox böyük iş görmüsünüz. Mən nə deyim? niyə nə oldu? Balacanın... Amil camaat bizə baxır. Yanlış deyirsiniz. Nəyi deyirsiniz siz? Yanlış. 4 uşağı evdən çıxartmısınız? Heç kim çıxartmır. Deyir, anasının evinə gedib. 3-4 ildən beri. Çəkib aparıb geri çıxıb mən kimi. Bu da ayrı arvad gətirib, uşaqlar da gəlmir. Eyb yox, qulaq as. Yalan deyirsən. Ah, yalan deyirsən gözümün içinə. Ayıb deyil sizi için. Yəni, axır ki... Ziyalı adamsan, biraz belə danışqınan ki, gözünün içinə yalan deyirsən, biz burada yalan danışmırıq, nədir səni tanımırıq. Yanlış Xahiş eləyirəm, Olmaz bu cür eşidirsən? cümlələr, dostlar. Xahiş eləyirəm, Xahiş edirik. bu söhbəti yığışdır. Gözünün içinə yalan deyirsən, nə bilməm. Qalsın. Xanım bilmir sənin həyatın nədir. O versiyasını deyir ki, bu belə olmalıdır. Sən də burada başlamısan, ziyalısan, o Uşağı nə evə deməkdir? qoymayıbsa, etibar mən əsəbləşmin, onsuz da biz alışmışıq onların. Cavid dayı, səbirli ol. Baxın. Balaca uşağın neçə yaşı vardı sən? 32 yaşı var. İndi yox. Biz Ayrılanda. ayrılanda 11 yaşın içindeydi. Ona görə aliment ödəmisənmi? Əlbəttə. Dediyim kimi də 20-30 manat. O vaxtı belə idi.
20-30 niyə? Hə. Maaşımın tən yarısı onlara gedib. Nə qədər maaş? Görün maaş O vaxt alırsınız ki? şirvanla idi də. 100 şirvan mənim maaşım olub. Ha. 50 şirvanı onlara gedib. Bir şirvan da onun post uşağa xidmət götürüb, haqqısı deyirəm. gedib. Qalan 49 şirvandan mənim payıma düşəndən ümumi pulun həmkarları tutulub, ümumi pulun pensiya fondu tutulub və s. o əlillik fondu tutulub və s. İsmailli qəzetinin pulu, müəllimlərdən Bunlar tutulub. hamısı götürəndə heç mənə onun əlinin yarısı qalmayıb. Mən məktəbə getmişəm, mən ayaqqabı tapmamışam deyə, rezin sapağı kəsib boğazını elə getmişəm. Yaxşı uşaqlar harda qalıb bəs? Uşaqlar nənəsi aparıb öz yanlarına, yaxından da özü çəkib aparıb ora. Durun yoxsun Çox deyib gəlin. maraqlanmamışsınız ki, Götürün. övladınızı yanınıza gətirəsiniz. Niyə mən ağlamalıyım? Niyə aparmalı ki, mən onun dalıyla gedim? Övlad sizindir. Yox, niyə? Mənim evladımsa ora niyə getməlidir? Onu sözlə niyə oynamalıdır? Bu nə demək? Mən biləm də o nə üçün? Yəni mən gedim ora, dişinin dibindən çıxanıb mənə desin, əgər mən cavab qaytararamsa, tez polis gəlsin bunu deyir. İnanın Allaha bu danışdığımızın hamısının başda günahkarı özünüzsünüz. Görsünüz nə deyir? Necə? Onlar məni sındırmaq istəyirdilər. Sındırıb öz ayaq altına salmaq mənası vardı. Yaxşı, hər kəsi, heç kəsə o sirri deməyiblər. Onlar əvvəlki nəsildə də elə eləyiblərmiş. Və o sirri ona görə mən bilməmişəm. Məndən sonraki nəsildə də həmçinin onu eləyirlər uşaqlarım üçün. Və o uşaq bilmir ki, o nə deməkdir. Heç kim də bilmir. Bax Mənim o adım da iddia ki var ya, ona görə boşandın ha. Bir ağsaqqalları yığdın mı? Gəlin bu nə biabırçılıqdır, bu nə addımdır mənə qarşı, bu nə Mən orada bir şərdir. ağsaqqal görməmişim. Onların hamısını çaşdırıblar, özləri tərəfə çəkiblər də. Hamı çaşıb, hamı nə tər Yaxşı şeydirsə söylüyorsun, hamı xahiş valla çaşıb. Yox, Yaşlı Amil adam, bəy, yox, Yox, adam əlbəttə Yox, ki, yox, çaşdırır. Amil bəy, valla burada birbaşa problem bu şəxsin özündədir. Nə oldu? Bütün kənddə hamı çaşıb. Xanım inciməsin, bəlkə elə İraq xanımla X adlı adamın planı olub belə bir. Yox, bir Addım dənə atsın, burada şey ayrılsın. var. Hər şey Yəni eləmək istəyir. bacı da, qardaş da, hamısı çəkildi arxaya. Deməli burada bir faktlar var ki, mənim bacım, eşidirsən, 30 il. gündə qulaq as. Gündə olmasa da gündən bir ikisi də mənə zəng eləyir ki, qardaş necəsən, qurban olum, başıma Salam dönüm. deyirəm. Nə bilim ayağımın altında ölüm. Gedirəm evlərinə, bağışlayın məni, ayaqlarımı yuyurlar. Söhbət ondan gedir ki, bacı qardaşın doğmalığı gör keçib o tərəfə. Bacı qardaşla keçib mənə yandıran bilsən nədir? Kişi elə danışır ki, elə bir kiminsə ona borcu var Bəlkə bu həyatda. yorulub, bəlkə yorulub. Qulaq as bir dəqiqə. Mən bir yağ dedim. Ailənin başçısı kişidir. Bunu deyirəm, deyəcəm, ölənə qədər deyəcəm. Ola bilər, hamısının səhvi ola bilər, günahı da ola bilər. Günahı Allah keçir, səhvləri insanlar keçir. Səhv eləmişəm, deyirəm, bağışla qardaş. Bu kişi danışır. Bilsən necə, adam kosmosa qalxmaq istəyir ki, gedib oradan bir o şeydən tapsın, onunla bir söhbət eləsin ki, bu kişi nə danışır? Qardaş olmur, belə. Etibar müəllim. Biz də çaşmışıq, mən də səhv danışıram. Kosmosda nə yazır? Hamı səhv danışır. Var ki, günahı olan da var, mənim o qədər günahım var, bəlkə mən Allah keçməyəcək. Sizi kimi günahımız olsun. Sizi kimi günahımız olsun, ay Etibar müəllim. Ağsaqqal dediniz, mən ağsaqqal yox, tələbə qrup yoldaşımla dost olmuşam, 33 il o vaxta qədər Zəngilanlı olub. Burada danışılanları reaksiya vermədin. Mən onları cəlb elədim ki, mənim ailəmi dağıdırlar, bir il ondan Hə. da. Gəl bir də səbirli ol, məlumatlar verim. Zənglər var artıq. Anonimlik də qorunur dostlar. Cavid dayı haqqında, Cavid müəllim haqqında məlumatları olanlardan xahiş edir ki, bizə də məlumat versinlər. Bəli, davam eləyirik. Cavid bəyin məsələsinə bağlı gələn məlumatlar var, təbii ki. Yenə də doğrudan da elə çox adama maraqlıdır ki, niyə bacı, qardaş, qohumlar müəllimdən imtina eləyib bir növ. Hər halda aliment tələb eləyir o övladlarından. 40 yaşında biridir uşaqlarının, yəqin 30-larda biri, 32-də ən balacasıdır. Qızlardan da istəyir, oğlanlardan da istəyir. Bu illər ərzində, bu 21 il ərzində Cavid dayı, görüşün olmayıb heç uşaqlarla? Biri ilə böyük oğlumla bir-iki dəfə görüşmüşük. Adı nədir böyüyün? Elçin. Elçinlə. Bəli. O il yarımından əvvəl bizə də gəlmişdi bir axşam. Aha. 2 saat söhbət elədi. Dedi ki,
birinci dəfə yəni gəlmişdi. Dedi ki, mən Arazuşamda 2 uşaq var. Götürüb gəlmək istəyirəm, əlaqələr belə olsun. Əlbəttə biz də razı olduq, sevindik. Amma heç vaxt gəlmədi, çünki anası qoymur axı gəlməyə. Anası qoymur. Hər halda o birilərlə qızlar amma yox, hə? Yox, qızlarla yox. Qızlarla yox. 41 yaşında adamın anası qoymur. O Nə hindidən danışırsınız? elə olmayıb ki, etibar. Ay qardaş, ay quzu O kəsin. uşaq- Mənim səninlə düşmənçiliyim yox deyir. Səhv Ancaq yanaşırsın. danışanda belə danış ki, nə? Səhv yanaşırsınız. Kimə səhv yanaşıram? 41 yaşında adam. Yanlış Ay, yanaşırsınız. Ay Allah qurban olum, dağ Eşitlər ziyalı kişi. Elə 41 Ay ziyalı kişi. yaşında adam var. Camaat bizə baxır. 41 yaşında kişinin Hey, atası ilə onu bugün görüşməyə çaşdırmayırlar anası sən Onu bugün danışsan mən çaşdırmayırlar danışım. ki. Sən danışsan mən danışım. Qulaq as mənə, sonra deyərsən. İradları sonra tutarsan mənə. Eşidirsən? 41 yaşında kişi. Bax gəlin sorğu eləyək. Hə? Normalda da onu Gəlin desteklər. sorğu eləyək. Normal deyil axı. Qulaq bu as. vəziyyət. Gəlin sorğu eləyək. Görək 41 yaşında kişini anası qoymur ki, atası ilə görüşsün. Kişini yox. Gəlin sorğu eləyək. Kişinin yox. Buyurun. Kişinin 34 yaşı var. Yox, kişinin özdə 2 dənə də uşağı var. Siz nə danışırsınız? Burada hamımız var. Etibar müəllim yəqin sizdə qonşudur. Mən də sizin kənddə qonşuyam. Biz hamımız ona görə belə danışırıq. Biz Mən də heç kimi başqası üçün tanımırıq orada. Elə fikir yürüdərdim də. Mən də istənilən ay Siz bura niyə gəlmisiniz? Gəlmisiniz ki, məsləhət almağa. Məsləhət Gəlmişəm verənlərin eləməyə. hamısı Nə da deyir. məsləhəti, kömək olun. Kömək Mən üçün, yaxşı bilirəm, məsləhət niyə üçün gəlib gəlmişəm. də bura. Burada sizə məsləhət, kömək eləmək istəyən hər kəsi itələyirsiniz. yanlışlıqla Zənci qoşaq. doğru nəticəyə gedib çıxmaq olmayacaq. 40 yaşında yox, 20 yaşında uşağı belə, uşaq deyən ki, insanı belə heç kim öyrədə bilməz. Qərarı özü verir. İndi onlar hamısı 5-ci sinifdən o yana qoyurlar məktəbə Onda sizin getməyə. bacınızı da onda hamı, sizin qaynanavızın anası o qədər dahi adamdır. Hamını idarə eləməyi bacarır Yox, demək ki. afyor adam olur. Hə, da, demək yəni. ki, hamını idarə Yəni eləyə sizin bilir o. bacınızı da idarə Nə eləyir. idarə eləyir? Çox bilmişsiniz. İdarə eləyir. Çəkə bilirlər də öz tərəfinə. Niyə? Ona görə ki, mənim o böyük ölən qardaşımın vasitəçiliyi ilə onlarla qohum olub. Mən niyəsin onun deyim, arvadı niyəsin siz qaynananın dediyiniz qardaşı arvadı həqiqətə yavaş-yavaş Vasitəçilik o- getdiyiniz. Ay bala bu kişi də nə Yox, istəyir? bu söhbət ondan gedir ki, bacı sənin bacındır, yoxsa onların bacısıdır. Hə, bacın Ha, olsun, mən gedib mənim. arvad almışam, sabah onu boşayıram. O Boş- yad qızıdır. Necə sənin bacın protiv gedə bilər ona? Nə danışırsınız? Əks gedə. Yanlış fikirlər var da başında. Sakin Elə ol, indi- Kimin yanlış fikirləri var? Həmin söhbətdə mən dedim Axı mən əvvəldən bildirdim sakit, ki- xahiş edirəm. Elçin bəy, hər vaxtınız xeyir olsun. Alo, Bəli, buyurun. Elçin bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Necəsiz? Çox sağ olun. Siz necəsiniz? Allah köməyiniz olsun. Elçin bəy, hər halda atanızı tanıyırsınız da, Cavid bəyi, müəllimdir. Və Bəli, buyurun. bəzi iddialar var. Əsas iddialarından biri deyir, günü bugün mənim adımdan ərizə yazılsın, mən Elçindən və digər övladlarımdan aliment tələb edirəm. Niyə bunu eləyir? Səs verin Elçinə eşitdim. Niyə bu addım atır ay Elçin? Valla bilmirəm ki, mənim xəbərim yoxdur, indi zəngəyirsiniz, indi xəbərim olur. Amma nə səbəblə, nə haqqla məndən o birisi uşaqlardan almaq istəyir, onu bilmək istəyirəm. Deyir ki, mən yaşaya bilmirəm, imkanım yoxdur, aliment ödəsinlər. Və qanunda Vaxt da... da yaşayır, imkanı da var, o vaxt bu vaxt elə bizə imkan verir yaşamağa. Elə hər nə olub, gəlib dava veririm, məhkəmə boş-boş şeylərdən ötürü bizim həm vaxtımızı alıram. Belə deyək də. Eşitdim. Bütün günü, bütün iyiliği şey veribdi, o bizə əsas veribdi. Elə gedir, gəlir, filan torpaqlarına gəldi, tapma şeylə getdi. Elçin, mən bir Ortada dəqiq... heç bir əsas yox. Tam eşitmirəm sizi. Ola bilərmi telefon mikrofondadır? Tam eşitdim sizi. Çox xahiş edirəm. Səsiniz mikrofondadırsa çıxardın, rahat danışaq. Nə dediniz? Ola bilər, onun imkanı yaxşıdır. Bəli, deyir Allah yaxşı da dolanır. Yəni o əsassız yerə, yəni burada ən azından kənd incirə nümayəndəliyi var da. Yəni hər şey göz qabağındadır. Amma indi bir şey var ki, qanun deyir ki, onun ixtiyarıdır, yəni övladdan Qanun deyə bilərik. Mən qanunla, mən heç halda nə mən, nə ailə üzvlərim heç bir rəsmi yerdə dövlət işində işləmirik ki, biz ona yardım eləyək. Və yaxud da ki, elə fəhləlik nazarla işləyir, biz ustalıq nazarla işləyirik. Bəs niyə, necə bir... Mənim özüm ailəliyəm, 2 uşağım var.
bir dənə gücə bala qardaşım üçün ev tikmişik. Yəni o evdə qalırıq hamımız ailəli. Atalıq eləyibmi Elçin sizə? Heç bir atalıq eləməyib. 2005-ci ildə boşanmışıq və ondan bəri də ancaq bizə badalaq gəlib də qoymayıb bir parça çörəyimizi qazanaq. Təbiət. Yəni o vaxt bu vaxt bizi incidibdir. Başqa burada məndən və yaxud da o uşaqlarda nə aliment tələb eləyəcək. Qız köçürtmüşük, 2 dənə bacım olub, bir ayda izin almayıb, 1 manat xərcləməyib, toyunda iştirak eləməyibdi. Aliment verməklə, o vaxtki aliment verməklə, məsələn, 3 uşağa məsəl üçün deyirəm, 20 manat, 30 manat aliment verməklə verməli də atalıq borcudur, verməli də olur. Verib onu, hə. 18 yaşa qədər. Bəs Elçin, bir məsələ var ki, bibiniz sizin tərəfinizdədir. Yəni onda bu kişinin çox səhvləri olub. Bibimiz bizim tərəfdə durur, bibimiz reallı, haqlı tərəfdəndir. Yəni o tərəf deyəndə ki, bibim dul qadındır, yoldaşda rəhmətə gedib, uşağı da olmayıbdır deyənə. Həmişə biz ona köməklik eləmişik, arxa dayaq durmuşuq, hansısa bir krantı sınanda, xarab olanda, yəni bu cürdə deyib köməklik göstərmişik, əlindən tutmuşuq. Onun da o vaxtı kolxoz vaxtında üzüm sahəsində işlədiyinə görə ona pay torpaq vermişdilər, əkin yox da, həyətyanı sota deyək, belə deyək, tikinti təyinatı. 11 sot idi, 10 sot yarım idi, nəsə belə. Onu da keçirdim qardaşımın adına, mənim balaca qardaşımın adına. Bağışlayıb ona. Bir dəqiqə, Elçin, bir dəqiqə, kişi siz yaxşısınız? Siz niyə elə hərəkət edildiniz, qorxdu mu? Necə? Bir təhər nəfəs aldınız, narahat oldu. Ürəyinizdə problem var. İstəyirsiniz bir hava alın? Yox. Hə, davam elə Elçin. Onu da keçirdim qardaşımın adına bir neçə ay bundan qabaq qanuni şəkildə. Onda da gəldi verdi bibimi də, qardaşımı da, yəni o söhbətə görə məhkəməyə, apellyasiya qədər getdi çıxdı, ali məhkəmə qədər getdi çıxdı. Yəni orada da göstərildi ki, bütün sənədlərlə olan şeylərdə bunlar hamısı. Yəni bu kişinin səhvləri çoxdur da, belə başa düşdüm. Bəzi iddialar var, efirdə demirik. Bu iddiaları da mənə eşitdim. Əsassızdır, bəli, əsassızdır. Və atanızın elədiyi hərəkətlərdən deyirəm hələ ki. Yəni çox təəssüf hissi ilə deyirəm ki, bu iddialar da var. Amma Etibar müəllimin bir sualı var sənə. Sənin 20 yaşında deməli atını görməmisən, 21 ildən sonra görmüsən, 41 yaşında. Mən 2005-dən ayrılandan bəri, 2005-ci ildən ayrılmışıq, onunla mənim olub 13 yaşım, səhv eləmirəmsə. 12-13 yaşım olubdur. İndi mənim varım 32 yaşım, evliyəm, 2 uşağım var. Allah sağ olsun. Bir kəhtdə yaşamışıq, ancaq belə münasibətimiz olmayıbdır, salam mələkimiz olmayıbdır. Belə indi arada görüşəndə, görəndə görüşürəm, eləyirəm, bir dəfə də getmişəm evlərində çay içmişəm, o başqa şeydir. Mən özünə də sual vermişəm ki, yəni sabah sənin ən pis variantında da, yəni harasa geçsin, düzdür tatonla köməkli eləyəcək. Harasa geçsin deyəndə, yəni hamı bu dünyanı tutub dayanan deyil ki, yəni ona sual vermişəm ki... Qardaş, sənin neçə yaşın var indi? 32 yaşın var. Sənin anon sənə yəni bir deyə bilər ki, atonla görüşmə. Yəni sən bir 32 yaşında... Heç vaxt mənim... Rəhmət ölənlər var. Bax, bunu eşitmək istəyirdim. Sənin aton deyir ki, indi belə deyir də, deyir anaları qoymur mənlə görüşməyə, mənlə əlaqə saxlamağa. Mən də deyirəm ki, yəni bir atanı istəyirsənsə, sənin anon dünya dura ayağa, sən atonla görüşməyə gedəcəksən. Düzdür, yoxsa yox? 100%, əlbəttə ki. Allah can çox sağlığı versin. ağıllı başlı danışırsınız. Bir sual mən heç vermək vaxtına o istəyirəm. vaxtdan, nə indi, nəyin ki mən, heç qardaşlarım da, qardaşım da, bacılarım da, heç kim onlara təzyiq və yaxud söz deməyib ki, siz atonla görüşürüz, mən məsələn deyirəm, nənədən, babadan, bu ana tərəfdən danışıram. Ümumiyyətlə danışıram, bax elə. Yaxşı. Mən bir sual vermək istəyirəm. O sözü deməyibdi. Siz harada yaşamısınız? Yo, dedi ki, biz zülümlə... Biz ondan incimişik, çıxıb gəlmişik, ona salam verməmişik. Belə. Mən bir sual vermək istəyirəm. Siz ananızla atanız boşanandan sonra harada yaşadınız? Ev vermişdi sizə atavız? Xeyr. Harada yaşadınız? Ana babamın evində. Orada neçə nəfər var? Orada var idi, dayım idi, ailəli idi. Bir də biz idik də, 4 uşaq, bir ana. Sonra nənə baba var idi. Sonra dayım getdi Zeynalbatanda ev almışdı, orada köçdü getdi. Nənə baba,
Bir də anam, 4 uşağı da biz qalmışıq orada. Amma İki il bu bundan qabağa kişinin qədər. siz yaşadığınız evi neçə otaq idi, böyük idi də 2 nəfər qalırlar. Çünki evladı yoxdur ikinci yoldaşından. Köhnə ev idi, 2 otaq idi. O məhkəmə ilə bölgündən olmuşdu. Orada o vaxtı mal heyvan da var idi. Bir də ev var idi. Həmin vaxtı bölgü olmuşdu. Evin elə biçimlə nə qədərsə də pul düşmüşdü. Mən 100 neçə manat idi yoxsa 80 neçə manat idi. Onu kompensasiya kimi almışdıq. Biz imtina eləmişdik oradan. Yenə də öz Buyurun zülmünüzlə Tağı müəllim, böyümüsünüz də buyurun. 4 nəfərlə. Aydındır, buyurun. Mənim sualım siz nədir, qardaş? Əgər Bəli. anavız icazə veribsə, yəni daha doğrusu mane ola bilməyibsə ata ilə görüşməyə, niyə görüşməmisiniz? Bəli, vurğuladım axı onu müəllim ki, bizim o vaxtda ağlımız kəsən vaxtlar idi. Bizim çəkdiyimiz zülüm, onun bizə və anamıza verdiyi zülümə görə biz ona görə ondan imtina eləmişik. Qardaş, bir dəqiqə gözlə, ata sənin üçün nədir, marojuna zadda imtina edirsən, limonatda imtina Niyə edirsən. Tağı müəllim? Deyir, Qardaş, mənə elə deyir, elə deyir. Eləyib səhvini insanıq da, ona qalsa ailə özlərinin içində o qədər səhvlər olur ki, elə səhv var bağışlanmır, bu başqa məsələdir. Yoxsa anamıza Buradakı zülm edib. səhvlər üzr Mən istəyirəm çox ona bağışlanmır. qalsa geri Azərbaycan xalqının yarısı öz atasından imtina eləsin ki, mən gördüm sən mənim anama falan vaxt zülm eləmsən. Yox, başqa səbəblər var. Ailədə yəni Mən istəyirəm ki, problemlər düzünü olur da. danışsın qardaşımız. Əsas səbəb nə olub? Bir dənə o. Sən indi özün ailə sahibsən, qardaş, bu sənin atandır. Sən atasız böyümək yaxşı şeydir. Ümumiyyətlə, atanı tanımamaq, atanı saymamaq, atanı adam yerinə qoymamaq. Yəni, səbəb olmalıdır da, böyük səbəb olmalıdır. Ata sahip ben bunları. Ey sabah var. Ailəsinə Ben var, bilirəm, geri bu cavab versin. Neynəməlidir ki? O böyük səbəb var, onu mən bilirəm. Yəni, mən buradan bizim izləyicilərimiz var buradan, yəni səhv anlayarlar da, o oğlanı günahkar çıxardarlar ki, adam deyir elə bir səhv var ki, biz onu deyə bilmirik. Düzdür, qardaş? Biz əvvəldən Elə şeylər var ki, bəli, Yo, burada qardaş, etədən bir danışması dəqiqə, şeylər bir deyil, dəqiqə. o təbii ki, ailə məsələlərdir. O Ay qardaşım bir dəqiqə. Tağı müəllim indi gəlib. Yəni Bilmir mövzu. bilmir məsələni. Məsələlər burada çox adına dağlı bir məsələlərdir. Kişinin böyük səhvləri var. Həddən artıq böyük səhvləri. Düz deyirsən, atanı marojuna kimi, Dondurma kimi. dondurma kimi atmaq olmaz, limonat kimi. Ancaq atalar var ki, evlada o qədər baxmayıb ki, evladı Limonat nə saymayıb idi? ki, evlad deyir ki, bu ata mənim üçün Şirə. bağışla məni. Heç nə də bir elə bir ki, bir Biyoloji material. ancaq yaradıb, indi də çəkilib dayanıb qıraqda. Etibar müəllim atıya deyilir də. Bax, gəlin belə bir sual verim. Atıya belə Elçin, deyilmək bir dəqiqə olmaz. sakit. Elçin, eşitirsənmi məni? bəli. O böyük bir iddia var ha. Yəni bu efirdə demirik, bunu təxmin elədik. Özünə də gələn mesajdan sonra soruşduq. Bu iddia gerçəkdirmi? Hansı iddiadır, mən nə bilim. O nə dediniz, iddiası? biraz əvvəl siz də dediniz, bir məsələ var, efirli söhbət deyil, onun elədiyi hərəkət, səhv hərəkət. Eşitmirsənmi bu söhbəti? Vallahi elə məsələlər var ki, mən utanıram o şeyi də ağzıma gətirib, yəni o sözü deməyə. Yəni elə onu deyirik də, Efir onu söhbəti deyirik. deyil. Ay qardaşım, onu deyirik də, yəni o olubmu doğrudan da? Eləyib çox şeylər eləyib, prosu bilmirəm, siz hansını deyirsiniz, hansını demirsiniz. Mən Aydın, bilmirəm. aydın, Mən ona görə aydın. dəqiq bilmədiyimə görə cavab verə Aydındır, bilmirəm. Elçin aydındır. Hər halda bəs bu kişinin indi bu addımını geri çevirmə olmaz. Hə, Tağı müəllim deyir ki, aliment istəyirəm. Mən bu kişiyə bir söz deyim. Daha doğrusu iki dənə deyəcəm. Birinci, bütün ailən, nəslin sənin əleyhinəsə, sənə qarşısı bir-iki günah səndədir. Yəni burada ikinci bir məsələ yoxdur. Durub burada analiz eləməlidir bir şey yox. İkinci sənə o bəd xəbər oldu ki, sən aliment ala bilməyəcəksən Niyə? uşaqlardan. Çünki sən sağlamsan, sən pensiya alırsan, sən dolanırsan. Vəssalam, qutardı getdi. Bununla da bağlı elə tökülmüşdü hamı elə. O, siz kimlərə aiddir? Xəstədir, pensiya yaşına çatıb ancaq elə bir xəstəliyə tutulub ki, əlilliyi var, o pul ona yetmir. Filan siz demiş, kirayədə qalır. Bəzi şeylər var, onları əsaslandıra Əlilliyi bilirsən. var. Ay, o sapı sağlam kişi də pensiyasını alır. Yəni o Amma ala bəzən bilməyəcək. düşür axı. Aliment Bir ala uşağa bilməyəcək görə. Camil müəllim. 100% deyirəm. Kim istəyir 10 dənə vəkil tutsun. Xeyri yox. 10 dənə vəkil tutsun, xeyri yox. Söz Düz deyirəm. deyir, o birlərin hər biri yox. O birlərin hamısında 50 var, lirikdə. Orada yazılıb ki, salda. məcəllədə yazılıb ki, qanunverici deyir ki, maddi vəziyyəti pis olan pensiya alır adam. Yəni dolanır da. Bu dəqiqə oğlan desin ki, mənim rəsmi iş yerim yoxsa sübut edin ki, ümumiyyətlə mən dolanıram. Hə,
maddi vəziyyəti pis olan və fiziki cəhətdən də problemli olan. Yəni fiziki cəhətdən bu adam ya 50 olmalıdır, ya elə bir şey 51 olmalıdır ki, yaşında da yoldaşı var. yataqda ola bilər, çox şey ola bilər də. Yəni o söhbət odur. Yoxsa ki sən mən Təsərrüfatı da var. Təsərrüfatı var, torpağı var, oğlan bayaq dedi. Hər şey Torpağı var. da var, hələ bizim payımız da var, o torpaqdan istifadə edirik, mən onun dalıyla düşmürəm. Mənim onun vəziyyəti həqiqətən də pis olsa, onun ora gəlib çıxmayına ehtiyac yoxdur və onun kimisə ona kömək eləməyinə ehtiyac yoxdur. Mən özüm bölməmişəm. O demək Söz nə deyil, deyil? mən onu Mən özüm 60 baxaram ona. Yenə də halal olsun sizə, baxmağa vallahi. həmişə hazıram, özünə də demişəm. Özünə də demişəm. Evlərində də olmuşam. Yəni sonradan bu keçər illəri mən Evlərində də sözə qulaq asın, görün nə qədər incik datadan. Evlərində də olmuşam. Mən bir deyərdin? şeydən ona Aydın, şey bir düşünmüşəm ki, dəqiqə. aparır Bir dəqiqə. Cavid dayı nə deyərdin Elçinə? Birincisi Elçin öz yaşını düz demədi. 92-ci il iyulun 14-də anadan olub, həmiz 34 yaşı var. Olsun 34. O isə 32 dedi. Hə. Bax bu səhvi naxaq elədi Elçin. Yox, Elçin dedi 2010, başqa 2005-də şeylər də 13 yaşım vardı. Belə bir söz də düz deyirsən. Yox, 13 32 dedi. Bax, saçda Yox, 32 dedi. səhvən sonra 32 dedi. İndi öz yaşını bilmir. Efirdə danışır, həyəcanlıdırlar. Hə, yaxşı, birinci səhvi o. Elçinə onun üstündə tənbih eləyəcəm. Sonra Hər şeyi o cür yanlış danışır. İkincisi 2011-ci ildə Yaxında nə əsgərdən gözəl məzuniyyətə nurlu gəlmişdi. işıq. Əsgərdən məzuniyyətə gəlmişdi. Görüşə dəvət elədi, məni başqası vasitəçi vardı. Getmişəm, oturmuşam. Bala, mən sənə pisiyim olub. Deyirsən, məni prokurorluğa vermişsən. prokurorluğa verib. Mən onu prokurora vermişəm. Deyirsən, prokurorun yerini bilirsən, hə, haradır? Oyuncaqdır sənin üçün prokuror. Mən sən o... Yox, deyir mən gəlib atamı ziyarət eləyirəm də arada. Düz demir axı. Gəlməyib. Xeyr, əlbəttə ki. Bir dənə Gəlmişəm. Bütün kənd cəmaatı da bilir, qonum qonşusu da bilir. soruşa Amil bilər. müəllim, hərdən Ehtiyac demir də, yoxdur. yəni bir dəfə gəlib. Mən bunları niyə deyirəm? Bax, cəhd elədik də Yaxın dur. normal münasibət yaransın, da bərqərar olsun. Mən yalandan gözümün içine deyirsən, mən prokurora vermişsən. Aa, bu nə demək? Ay Elçin, demisən belə söz. Vallahi yadıma gəlmir o vaxtlar. Mən 2010-da gəlmişəm məsələdə. O qədər problem var ki, mən Yaxşı. özüm gözümdən Mən sən prokurora niyə verdin? Dəqiq saat Sən və vermirsən, saniyə axı. vaxt, mən plan vaxtına vermişəm ki, mən nə demişəm, o yadımda Mən saxlayamıyorum ama. prokurora vermişsən. Amma mən sənin prokurora niyə verdim? İndi bəlkə barışığı üçün addım atadın ay Cavid dayı. Sən Məsələ barışı üçün Yox, bu getmişsin. köhnə söhbətləri bu neynir üçün danışırıq? Oldu keçdi, oldu ehtiyac yoxdur köhnə Yəni bu söhbətlərə. cür yanlışlıqlarla onu kənarda, onları kənarda saxlayıblar. Mən bunu demək istəyirəm. Bir. İkinci, Tağı müəllim dedi ki, xəstə olum. Bəli, mən xəstəliyə düçar olmuşam, qeydiyyatdayam artıq, bir ildir. Bəli, bu gün də mən bura çətinliklə gəlib gedirəm. Fiziki imkanım yarıdan da aşağı ötüb. Mən getdikcə... Təsərrüfatın var yoxsa yox? Mən getdikcə... Təsərrüfatı nə edirsiniz? Mən orada işləyə bilmirəm. Mən bir lapatka yer belləyə bilməmişəm. Mikrofon. Sən elə deyirsən ki, bizi borclu çıxartma. Mən sual verirəm. Mal Təsərrüfatın heyvan var saxlayır, yoxsa yox? təsərrüfat deyəndə mal heyvan Vayda saxlayır. təsərrüfat. Mal heyvanı da var. Nə qədərdir mal heyvanı? Bu Elçin? heyvan nə edirsiniz? Ya, Heyvan ya buynuzlu, iki, ya üç dörd tane ayaklı. inəyi var. Belə Ya iki, buynuzları ya üç var. tane Ay müəllim, siz valla saymam. bizdən... Mənə bilmirəm, yəni bax, səhv bax, ziyalısan. Səni alqışlayıram. Ancaq düz danışmaq lazımdır. Mən- Biz oturmuşuq burada, sən bizə qulağımıza şey salırsan, Ruslarda var, hə, mən Azərbaycan dilində verməşil deyirlər. Hə, söhbət ondan gedir ki, qardaş, biz o qədər ömür görmüşük ki, az yaşımız da yox, səndən bir yaş balacayam mən. O qədər həyatda yaxşısını da pisini görmüşəm. İndi sən onu danışırsan, deyir ki, 3 dənə ineği var. 3 dənə ineği Siz də olan... inanırsınız, elə mi? Əlbəttə. Ha, ona görə münaqişə yaranırdı. İnan ya. Münaqişə yaranırdı. Elçin yalan deyirsən sən, ay Elçin. Xeyr, Ben xeyr, de- bu kənd var. Yaxşı, ay qardaş, bəlkə 5 dənə inəyi var. O kişi riyaziyyatçıdır, o dəqiqliklə danışır. Neçə inəyin var? Ola bilər. Vallahi oraya... Neçə inəyin var? Sən Allah neçə... Əlbəttə ki, münaqişə olur. Neçə inəyin danan var? Sən Allah. Sən Allah neçəsidir? 3 deyil, yaxşı, 5 deyil. Yəqin 8-dir. Bax, sənə Allaha ant verirəm. Neçə inəyin danan Yaxşı, var? mən nəyi deyirdim? Yox, denən sayın deyil. Onu qoydunuz demək ki, bunu deyil. Sayın deyil, sən Allah, sayın deyil. Sən Allah.
Ha, olmayıb axı, 3 dənə deyil, İndi- 2 dənə düyədir. 2 dənə düyədir. Görsən Kim rəqəmlə bilir, istəyir eyvallah. bu kişi. Bu kişi Yox, rəqəmlə deyil, istəyir. inəkli hər gün otarır da, yəni sağlam maldır. İndi neçəsi var bilmirəm. Ver nəbələr var. Birini sənə verin, birini ona. Ver mənə, birini də ver, biz də verək Var yaxşı, nəbələrə. maşını götür gəl diyor. Nəbələrə verək biz də. Hə, yanlış danışırsınız. Mən qeydiyyatda olan bir xəstəyəm. Yoxdur bəs. Xəstə olmayan insan yoxdur. Hər bir yaşda insan Bax, xəstələnə bilər. gəl belə danışaq. Bir yax deyir ki, sən Allah başa düşdük. Allah bizə can verib. Biz kişiyik, düzdür? Bəs kişiliyimizi neyinə sübut eləməliyik? Düz danışmaqla. Düz hərəkət Məndən eləməklə. doğru danışan yoxdur. Bravo. Mən elə bir adam görməmişəm. Qulaq as. Siz də Sən deyirsən gözünün Ağ içinə. yalanlar danışırsınız. Allaha qurban olum. Belə bir şikayətçini çoxdan da axtarırdım. Bunların hamısına bir cavab Bu nə verirsən. demək? Bir dəqiqə. Abi bəy, mən də deyirəm. Qaranlıq Qaranlıq yerdə yerdə sən. Belə bir Qulaq as, hələ ki sən oturmusan orada, sənin oğlun deyir bunları. Mənim ya burada oturanların heç bir qohumu bizə irad tutmur. Yaxşı? Sən oğlun deyir ki, qulaq as bir dəqiqə. Yaşlı adamsan, elə gələn ki, Yanlış danışmayın. ya hansı yanlışdan danışıram? Sənin oğlun deyir. Ha, oğlumun dediği yanlıştı, sen de onu təsdiq ediyorsun. Sən yalan deyirsən Elçin. Elbette yalan. Etibar mənim sizi də çaşdırıblar. Bildiyimi deyirəm. Bilmədiyim şey Yaşını mən heç düz vaxt dedim. danışmıram. Etibar Öz yaşını müəllim düz sizi də deyilmi? çaşdırıblar. Onun bacısı, qaynanası çaşdırıb hamımızı. Mən çaşdıran. Allaha qurban olum. Elçin Hələ çox ki- sağ ol ay Elçin. Allah köməyin olsun qardaş danışarıq. Sağ olun, təşəkkür ederim. Danışarıq. Allah xətdən. Ay kişiyə İsmail dayı deyib dururam ya Allah and olsun. Ay Cavid dayı. Bəli. İsmaillidən də onu. Hə Allah and olsun. Bayaqdan neçə dəfə çaşıb İsmail dayı demişəm. Görsənmi övlad da belə deyil, amma kəş ki biz addımımızı barışıq üçün başlayardıq. Kəş ki belə olardı ki, sən çıxardın, deyərdin ki, mən istəyirəm mən övladlarımla barışmaq istəyirəm. Bəli. Gərək Siz onu onu Gərək- alimenti deməyəydi. Hə, Evet. gərək belə başlayardıq. Amil Çox mənim, üzr siz istəyirəm, ondan məndən də soruşursunuz böyüksüz. ki, o ayrılıq səbəbi bilir. O bilmir axı. Eş mənim qızım bilmir, böyük qızım. Çünki onu elə gizlin forma... Yaşında qız bilmir ki, ya sən niyə ayrılmısan? Əlbəttə bilmir. Qoş edəcək zənci. Mənə onu hakimin özü 2 gün sonra çağırıb söhbət edib danışıb. Həmin vaxtda. Deyir, gəldi qaynatam belə dedi. Mən dedim, ki, yaxşı danış. Bir nə danışdığı bilirsənmi? Özü də şəhid atası. Dedi ki, dedi, Qazilərimizə Allah Amin. mən deyir, hakim deyir, mənə cavab verdi ki, mən bilirəm nə danışıram, doğru danışıram. hakim dedi. Ada 21 il bundan Hakimə qabaq. deyir. Cavid dayı, onlara gələcəyi qulaq as. Hakim nə deyir sonra? Deyir ki, yaxşı, mən ona təşkil edirəm ki, yaz ərzəni qoy bura. Mən özüm ekspertizə təşkil eləyəcəm. Olsa onu həbs eləyəcəm. Olmasa səni həbs eləyəcəm. O söhbətə gəlmə, xahiş edirəm. Qulaq as. Amma Nəsibə səhəri xanımla gedib nə belə oldu? əsib ki, məni Türk balalarımın başına mən yanlış demişim. Bunlar bu tür adam olub da. Ha, bunlar bu tür adam olub da. Yanlışlıqla yox. Səndən əmələ gəliblər də ona Yalanlar. görə. Necə? Səndən əmələ gəliblər. Uşaqları. Ay Cavid dayı, Nəsibə xanım. Riyaziyyatçılar daim doğrunu axtarırlar. Ay Cavid dayı, Bəli. 21 ildən sonra keçmiş həyat yoldaşının səsini eşidəcəksən. Nəsibə xanım, hər vaxtınız xeyir Bilmirəm olsun. deyənə, mən sizi eşidə bilmirəm. Ay Nəsibə xanım, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Necəsiz? Çox sağ olun, yaxşıyıq, çox sağ olun. Mənə bax, bu cür nurani kişini niyə boşamısan? Amil müəllim, mən onunla 20 il ailəli oldum. 20 il ailəli oldum. Aha. Mənim uşağım, böyük uşağım 10-cu sinifi qutardı. Ondan ayrıldıq. O bizimlə yola getmirdi. Mənim günümü görər. Deyirsiniz buna dözdünüz. Dözdüm, axırda dözə bilmədim. Özüm şəhid bacısıyam. Allah rəhmət Dözə eləsin. bilmədim. Mənim atamı söyürdü, anamı söyürdü. Mənə işgəncə verirdi. Uşaqlar da gördü ki, mənə zulüm eləyir. Çıxdım, mən çıxdım. Dedim, mən çıxıram. Bax, o atovuzu o da süz. Dedi, ana sen hara gedirsən, mən də onunla gedirəm. Mən getdim 18 il atamın evində yaşadım. Uşaqlarımla bir yerdə, atamla, anamla, qardaşımla ailəliydi orada, qaldıq orada. Sonra onlar getdilər, atam, anam qaldı. Bir orada atam, anamla yaşadım. O dünyasını dəyişdi.
Qaldıq orada. Bir 7-8 ildə dayan qaldıq. Uşaqlar getdi, əskərliyin çəkdi. Mənim hətta o balaca oğlum əskəri doğdu, sonra 44 günlük müharibədə oldu. O uşağımı eşidəndə ki, mənim uşağım, o balaca oğlan müharibəyə gedib. O çıxıb küçədə ailəsi ilə oynayırdı ki, mənim oğlum müharibəyə gedib. Sevinirdi ki, mənim oğlumun İraq canından qara xəbəri gələcək. O onları düşünürdü. O hansı üzü göstərib. 2 qız köçürtdüm, bir oğul evləndirdim. Bir dəfə demədi, atayam, alın bu 10 manatı, mən də sənə üstə bu köməyin düşsün. İndi düşür xəstəliyə, yalan deyil, gözünün içinə o xəstə zat deyil. Elə bu cümlə sizdə, ikinizdə də var ya, bu gözünün içinə kimi yalan deyir cümləsi. Bayaqdan kişi bizə 10 dəfə deyib o sözü. Ay Nəsibə xanım, yaxşı bu toyda gəlib iştirak edib bu övladlarla? Xeyr, xeyr. Nəsibə xanım, bir dənə sual verim. Xahiş edirəm, ürəyim partladı. Buyurun, buyurun. Mənim də ürəyim Siz danışan, bax siz danışırsınız ha, bu hindi danışdınız da hamısını. Bunlar hamısı düzdür, yoxsa bilsin niyə görə? Bu kişi deyir ki... Qayda deyək ki, yox, yalandan deyirdim. Hə, qulaq as da bir dəqiqədə. Bu kişi deyir, yoxdur axı, mən zülüm eləməmişəm, mən yaxşı yaşamışam. Yalan deyir, yalan deyir, vallahi yalan deyir o. Amil müəllim Allaha and verdi onu ki, düzünü deyir. Tanımır? O Allah tanımır, yox. O Allah tanımır. O Allah tanımır o. O yalan deyir. Qalsın bu. Yəni deyir, yəni Allah hörmət eləməyən adamdır. Uşaqların məclisində iştirak etməklə əlaqədar bircə dini desəm kifayət eləyəcək. Birindi. İkinci qızıma elçi gəliblər, nişan qoyublar. Mən də axşamüstü küçəyə çıxanda gördüm, onların qapısına maşın yığılır. Sən də mən nişan gətiriblər ora. Bir küçədə idi də yaxın. Mən getdim qaranı qarşısında maşınları hamısını tanıyıram, birini tanımadım. Səhər getdim o maşın yəsini tapdım rayonda. Gördük ki... Yalan. Vallahi. Soruşdum ki... Mənim yanımda olub, mən onu axtaran da. Görsən, yanlış deyil. O yalan deyil. O rola girir orada. O rola girir. O bak Çin'e da yola gitmiyor. Bir kardeşi de Sungayt'tadır. Onunla da danışmıyor. O yaxşı. Kardeş olsa Sungayt'taki kardeşiyle de Çin'le de danışar. Gedin onu batsın, dindirin, görün onun babası ondan neler danışır. Dinleyək də nə deyirik? Gördün ağsaqqal, mən deyəni Yanlış deyirəm, bacı, qardaş, doğmadır. Sənlə danışmırlar, niyə görə? Yanlış deyirsiniz. Siz ekspert qismindəsiniz. Siz ayırt etməyi bacarmalısınız. Eşitdiyin informasiya hansı doğru ola bilər, necə doğru olur? Eşidilən informasiyanın doğruluğunu şərtləndirən 4 amil var. Bəs bunu siz bilmirsiniz. Nətər bilərsiniz ki, o doğru danışır, yoxsa yanlış? Elə özündən soruş, doğru deyirsən. Sənə niyə inanmalıyıq biz? Sən gəlmirsən bura, onlardan bir dəqiqə aliment istəyirsən. Və niyə onlara inanmalısınız? Sənə niyə inanmalıyam mən? İstəyir mənə, istəyir ona. Biz inanırıq fakta. 20 il uşaqları atıbsan, onların heç bir həyatında iştirak eləməyibsən. O faktı, faktı. Nəyi? Niyə iştirak olmuyor? Neyniyibsən uşaqlarıma? Neyniyibsən? Niyə eləməlidirlər? Heç də say eləməməlidir. Yox, niyə dağıtırsan? Biraz sakit olaq, biraz sakit olaq, xahiş edirəm. ...070 ilə 653 48 69 ixtiyarınızdadır. Ay Cavid müəllim, ailəm deyib bir-birinə. Mən o övladların məclisində iştirak etməməklə əlaqədə fikri deyirdim də, yarımçıq qaldı. Mən dedim birini desəm kifayətdir, çünki o birlər də deyil olub. İkinci qızı mən gördüm, bildim ki, axşamüstü ona nişan gətiriblər. Səhər getdim, o nişan gətirən adamı tapdım. Dedim ki, siz ora nişan gətirmişsiniz. Onun atası kimdir? Bizə deyiblər ki, atası ölüb, yoxdur. Mən dedim ki, atası mənəm. Bu iki də məni tanıyırdı, mən də onu. Çox
keçirdi ki, bu nə deməkdir? Bəs niyə elə deyirlər bunlar? Mən də gedib oğluma danışacağım bunu. Oğlum qərarı özü bilər. 31 yaşı var. Səhəri oğlu gəldi yanıma. Çox üzr istəyirəm. Bələdiyyə seçkilərində o videonu bilməm, izləməmsiniz. Komitə sədri deyir ki, oğlan deyir ki, atamdır, ölüb o, ölüb. Deyir, o sizə görə ölüb. Deyir, ölüb, bu kişi ölüb. Necə yəni bizə görə ölüb? İndi ona dönmüsən. Gəldi. Komitə sədri dirəşir ki, yox, o sənə görə ölüb, bizə görə ölməyib. Oğlu gəldi, 4 saat yarım söhbət elədi. Mənə dedi ki, yaxşı, bu indiyə kimi keçdi. Qalan bundan sonra işlər, toy zad və s. Razısan sənin iştirakınla olsa etiraz eləmərsən, gələcəkdə mən səni həm də sənin evə gələrəm, sənin yanıma. Dedim, elə mən də onu istəyirəm də. Səhər gəlib o qızım gilə, yoldaşım gilə. Deyib ki, atasını tapmışı, atanın iştirakı ilə olacaq. Onlar deyib ki, qəti o mümkün deyil. Ondan nişanı qaytarıblar. Yəni ata orada iştirak etməyəcəkdir. Allah olsun, o qədər böyük iş görmüşsünüz ki, fəxrlə də danışırsınız burada. Əlbəttə, mən iştirak üçün çalışmışam. Amma onlar... Sən qızının bəxtivi orada gedirsən, bəxtini bağlayırsan, nişan gətirən adamla ayırırsan. Mən də orada iştirak eləmək istəyirəm. Olmaz belə şeylər danışmaq. Onlar o yana da keçər. Çünki mən iştirak üçün deyirəm, yaxşılıq üçün deyirəm. Nə yaxşılıq eləmirsən? Sən qızın deyil oradakı. Amma mən də onun məclisində... Yaxşı ata olsaydın, onun yanında olardın. Yanlış fikir səşirsin. Çox yanlış da danışan sizsiniz. Sizdən əgər yaxşı, normal ata qızının başının üstündə durardı. Evdə bilərdik ki, ona nişan gəlir. Cavid dayı, aydındır. Aydındır, yox, doktor, xahiş edirəm. Aydındır, hər halda biraz səbirli olaq. O sənətlər deyir sənə xəstəliyimlə bağlı. Bir təqdim eləyərsən, baxaraq görək nə var, nə yox. Hər halda, doktor, xahiş edirəm, biraz səbirli olaq, görək nələr baş verir. Bu arada biraz aranı sakitləşdirək. Könül xanımgil uşaqlarla bir gəzintiyə gedib, sığınacağa. Mən təşəkkür edirəm tamaşaçılarımıza. Biz də sığınacaqla əməkdaşlıq edirik. Bir xanım var ki, bugün görəcəksiniz, o sığınacağa yerləşdirmişik. Bugün yox, sabah. Görəcəksiniz ki, onun məsələsi nədir? Könül xanıma da minnətdaram ki, dəstək var. Təmənnası, bu arada yenə deyirəm, kim arzusu istəyi varsa sığınacağa getmək, Könül xanım deyir, bizim qapımız hamıya açıqdır. O bir görüntü var, uşaqlarla bir əyləncəyə gediblər, gəziblər, maşallah. Bizim bir uşağımızın o yaşıydı, ona görə götürdük. Yaxşı idi, ad günlərində belə gəzirsiniz. Bəli, mütləq ad günlərində istəyirəm ki, onlar oradan kənara çıxsınlar, əylənsinlər. Necə, maşallah, uşaqlarla valla, başa, bir alqışlayaq həqiqətən də. Hər ad günlərində belə çıxıb gəzirsiniz də? Bəli, gəzirik. Mən istəyirəm ki, görmədikləri yerləri görsünlər. Gəlib valideynlərindən ziyarət eləyənlər olurmu? Çox az. Çox az. Ad gündən 2 gün qabaq mən də gedib orası. Gəlin, xoş gəlirsiniz. Görmədiyim günlər. Sevgi evi valla belə düşünəndə hamımızın evidir. Burada olanların hamısı üçün qapı açıqdır. Kim istəsə gələ də bilər, uşaqlarla vaxta keçirdə bilər. Onların əksinə mən ən çox istədiyim nədir? Bağlı yerdə qalırlar, düzdür. İstəyirəm çölə çıxanda onlar daha çox sevinirlər, görürlər, bir tanış olurlar, təzə yerləri görürlər. Evdə orada hər gün eyni yeməkləri, nə qədər olmasa bilirsiniz də bağlı yerdir, məkandır. Amma kənara çıxanda uşaqlar çox sevinir. Onların o psixologiyasına çox yaxşı təsir eləyir. Buyurun, tamam. Zahir doktor bowling oynamaq istəyir, ona görə ad gündən 2 gün qabaq gələcək. Maşallah, Könül xanım, təşəkkür edirəm. Həqiqətən də təmənnasız bizim yanımızdasınız. Bir dəfə də sığınacaq deyir, gələk, ha, nə yaxşı? Yəni, indi birinci qocalar evidir, onlara söz vermişəm, aparacağım. Sonra ondan sonra hara aparacaqsa etibar mənim? Türkanda bizim dənizə restoran var. Haçan gəlirik? Riyad. Etibar müəllim, siz deyin, biz uşaqlarla özümüz gələcəyik. Mən bax, yaşlı adamlar yığıb aparsan dənizə. Bizi niyə aparmırsan? Keçən ildə aparmışam, o bursi ildə aparmışam. Sən özün gedə bilirsən də, onlar gedə bilmir axı, qardaş. Gedə bilmir, o da gedə bilmir. Aparam olmasın. Apararam, sənə də apararam. Allah canı sağ versin, Sevgi evinə təşəkkür edirəm. Space kanalına təşəkkür edirəm, Amil bəy sizə təşəkkür edirəm. Diqqətiniz hər zaman bizim Sevgi evinin üstündədir. Çox sağ olun, var olun. Burada əməyə keçən hər kəsə təşəkkür edirəm. Çünki çox ağır bir, məsuliyyətli bir işdəsiz. O qədər problemli adamlarla qarşılaşırsınız ki, hələ diqqət də edirsiniz bizim uşaqlara. Yerləşdirmişik Sevgi evinə, indi görəcəksiniz, çox başına gəlməyən oyun qalmayıb. Könül xanım özü danışdırıb indi, biz də danışdırmışıq, amma yaxın günlərdə biləcəksiniz. Təşəkkür edirəm.
Əzizlə bağlı məlumatlar var, amma bu gün Əzizə söz verməyəcəm hələ ki, Əziz. Nəyə görə? Çünki atanın atdığı addımlar var. İndi onu araşdırırlar əməkdaşlarımız. Bizim ora çəkişə getmək niyyətimiz də var. Atan nə üçün dünən onlarla danışıb və hətta sənə bir söz deyim mi? Baxmayaraq yenə qanun sənin tərəfindədir. Amma atam belə bir cümlə işlədib ki, mən tərəfdarı deyiləm ki, səndə olan pulu oğluma verəsən. Bir o atasını görün, qoşa bilirsinizmi? Qoşun görək bu sözü işlədibmi? Yəni, böyük bir iddiadır, amma yenə deyirəm, qanuna sənin pulundur və sübutlar da kifayət qədərdir, təqdim eləmişsən, çox kifayət qədər sübutlar var. Amma Arzuman tapşırsın, atasından bir xahiş edək. Qoşulsun görək, niyə bu addım atdı? Niyə bu, belə deyək? Deyir ki, yox, qaynanıya zəng gelib ki, ona pul verməyin. Amma mən də onlara izah elədim ki, qayda qanunlara görə pul artıq kişinindir, Əzizindir, Əziz də. İşte ki, Əziz də, hə, verəcək məhkəmə və qanun var. O da imtina eləmir, deyir, varırdı məndə pulu. O, yox demir. Amma Əziz də deyir ki, mən tək bunu yox, mən ailəmi bərpa eləmək istəyirəm. Bir şərtlə ki, qaynana bizim işimizə qarışmasın. Məncə bərpa eləsin, çünki orada bilirsiniz ki, hamilə xanım var. Əziz də valla mən bayaqdan diqqət edirəm, çox qanacaqlı, mərifətli bir oğlandı, sağ ol. Dur arxasında ailənin. Kənardan çox müdaxilələr olacaq, amma ikiniz bir bərabər yol geçsəniz, hər şey yaxşı olacaq. Qoy bir zənci qoşulan kimi Yücəl bəy var. Yücələ mikrofonu verin, zəhmət olmasa. Yücəl bəy, hardan gəlmişsiniz? Mən Bakıxanov, Sabunçu rayonu Bakıxanov qəsəbəsində. Kimlə gəlmişsiniz? Bazım Elmiri ilə gəlmişəm, Məştaqa qəsəbəsində olur. Bir ayda onun evində sığınacaqdıyam. Sığınacaq açıb bacında? Bəli. Nə var, evdən qoyulublar. Kim qoyuluyor? Qardaşımla gəlin qoyulubdur. Ailəli deyilsiniz? Yox. Evlənməmişsiniz? Yox, evlənməmişəm heç. Əlilliyi də var. Niyə qovdular? Məni əlinlə belə parmağınla çağırdı ki, buraya gəlin. Bu telefonda şəkil nə şəkildir? Deyim, sən kimsə mənim telefonumu yoxlayırsan. O mənim şəxsi telefonumdur. Sən demə, mən küçəyə çıxanda mənim otama girib, telefonu yoxlayıb, görüm telefonda nə var, nə yoxdur. Nə idi o telefondakı şəkil? Qız şəkilidir. Subay adamdır da, yaxşı edir, hə, nə var? Ödü olmur ki, olar. Yaxşı edir. Əslində düz danışır, şəxsi əmlaklarını əl vura bilməzlər. Mən otana keçim. Mən hələ bir dəfə də olsun onların otana keçməmişəm. 20 ildir anamla, mənlə küslü gəzir qardaşım. Niyə? İndi niyəsini ondan soruşun, nəyəsə küslü gəzir. Qeydiyyatın həmin evədirmi? Bəli, evdədir. Həmin evdədir. Evdə anamın adına... Ananla qardaşın səndən niyə küslü gəzir? Anam rəhmətə gedibdi, 4 aydır. Günüm yoxdur. Anam öləndən mənim günüm yoxdur. Görək, ana sağ olub. Bu yaşda belə balasını qoruyub, valla. Ana rəhmətə gedəndən sonra. Bilsiz, qardaşın içindəki pis niyyətlər anaya görə üzə çıxmır. Elə bir ki, anadan abır eləyir də. Ana olmayanda da utanan yeri olmur. Gör nə deyirəm, Amil Xəlil. Amil müəllim. Amil Zəlil də deyə bilərsən. Yox, Zəlil deyə bilmərəm. Mən elə adam deyirəm. Qalsın. Gör, ütülərinlə köynəyimi ütülüyürəm. Mənim əlimdən ütü alır ki, ged özünə ütü al ilə. Dedim o Fəxriyə, gəlinə, qardaşımın yoldaşına. Qoy pensiyamı alım, vallahi alacağım dedim. Bütün xarab olubdur, xarab eləyiblər. Sağ olun, kömək eləyər ya, Allah qoysa. Tarıq müəllim, sizə iş verməmişdim. O keçən əvvəlkin qaytardım. Götür bu işi. Niyə qaytar? Bu nə? Mən nağarım bu kişiyə. Bu kişini köçürək ora. Bir dəqiqə, ev kimin adınadır? Anamın adınadır. Həsənova Zərbab Əhməd qızı. Sən ora qeydiyyatdasan. Qeydiyyatdayım, bəli. Özün də orada yaşamısan. Yaşamışam, bəli. Mənim gözüm üstə, gəl səni köçürdəyəm. Sənə Azər Hüquq Mərkəzinə həvalə edirəm. Gəl, rahat ol. Ütün də mən alıb verərəm. Sabunçu rayon, Bakıxanov, yan-yanayım. Yo, özüm alarım, özümün təqaüt aldım, 4 Can. O kişi qürurlu kişidir əslində. Çox qürur. Sadəcə onlar o siz o elində mahana deyirlər. O bəhanə idi. Yalandan sənin telefonda bu qız şəkli kimdir filan. Allah haqqı bəhanədir. Bilirəm. Qonşular məndən şikayət edib. Heç bir şikayət də yoxdur. Özü ürək xəstəsidir, ciddi ürək xəstəsidir. Ürək xəstəsiyəm. Hə, görürdüm bayaqlarım. Dərman içəm, dərmanlara kimi gətirmişəm. Mən ona görə narahat oldum bayaqki addımınızda. Gördüm. Özünüz qürurlu adamdır. Siz dedi çıx biraz bura dedi yox. Evimiz sənətli evdir. Xahiş edirəm, dövlət tərəfindən evimiz qiymətləndirilsin, satılsın, mən çıxım bacımla gedim. Satılmaq amma köçürməyə satılmaq ola bilər. Əvvəlcə vərəsəli iş olmalıdır. O ev sənə 4 ayda rəhmətə gedib anası. Anası 4 aydır. 4 aydır rəhmətə gedib. Evin sənədi nədir? Çıxarışdı, nədir? Kupça. Var. Var. Ay gəl həll eləyərik. Gəl sən payımı da orada ayırarıq. Gör nə deyirəm.
Gəl. Qupçuyu qardaşım gizlədibdi. Narahat olma. Onu tapmaq mənlikdir. Narahat olma. Gəl. Onu qoy, gedərsiz Allah qoysa. Qoy, gör bacın nə deyir, orada barmaqlayır. Amil müəllim, bağışlayın, hamınızdan üzr istəyirəm. Mən utana bu mikrofonu əlimə alıb birinci dəfədir gəlmişəm mən. Əcəb eləmə. Ayın birindən bugünkü günə kimi mən bunun yanında xəcalət çəkirəm. Bir dəfə yemək yeyəndə, bir dəfə yemir. Bu qapıyı döyəndə gecə 12-nin yarısında ağladı ki, bacı qapıyı aç. Bildim ki, bunlar bir-birini qırıbdı. Ailəsi yox, oğlu qızı yox, atam yox, anam 4 aydır rəhmətə gedibdi. Qardaşımın ab-havasını dəyişən, evi verən qoğan onun arvadıdır. Tovuzun düz Cırdahan kəndindəndir. Gəldi, inanın, atamın, anamın qəbrinə bir dəfə bacılarıma zəng elə Elziyə dinən. Noruz bayramını, Novigodu o evdə keçirmişsəm ayana, yox. O gəlin gəldi, anamı da bəyənmədi bunu da. Anam ölənə kimi inan özünün qəbrinə and olsun, qardaşımla küslü gözünü yumdu. Gəldi, halallıq vermədi. Gəldi, evin ab-havasını o tovuz qız dəyişdi. Tovuz deyəndə oralı olduğunu deyirsən də, problem deyil. Oğlu atı, oğlan düşmən elədi. Hər bölgədən də, mənə bax, gəlin, ay başına dönüm, gəlin neçə ildir ki, gəlib? Gəlin 2008-dən gəlibdi. 2 dənə qızı var. Operasiya ilə oldu uşaqlar. Bayılı onları mən ginekologam, onları mənə nə deyirsən? Hə, yaxşı. Xahiş edirəm da. Səbirli olun, xahiş edirəm. Bax, bir Zahir doktor dediyini. Bir saniyə. Vaxtımız azdır. Çox mühüm məlumatlar var. Hər üçünüzlə bağlı. Zahir doktor, bir vətəndaşımız sizə görə gəlib bura. Bir göstərək zəhmət olmasa. Hardan gəlmişsiniz? Əhmədlidən. Doktor, danışarsınız, alqolluqda şəkillərin videolarını çəkərsiniz. Gəl danışdan. Əyləş, hələ veriliş... Sabah səhər gəlin, aşağıdan cəng Salamat qalın. Bu arada saat 15:20-də xoş gəldin var. 2 buraxılış yayınlanacaq. İzləməyi unutmayın. Salamat qalın. Körpənizin ən həssas anlarında yanınızdayıq. Onun dərisi sizin ən böyük həssaslığınızdır, bilirik. 12 saat quruluq, yüksək udma qabiliyyəti və nəfəs alan xüsusi təbəqəsi sayəsində körpəniz gecə və gündüz quru qalsın. Elastik yan rezinlər və anatomik quruluşu ilə tuman bezlərimiz körpənizin hər hərəkətinə uyğunlaşır. Həssas körpə dərisi üçün xüsusi hazırlanıb və bütün dermatoloji testlərdən keçib. Pişmə riski minimuma indirilib. İstər cırt-cırt, istərsə də tuman forması. Körpəniz üçün ən rahatı hansıdırsa onu seçin. Silip bebe nəm salfetləri də ixtiyarınızdadır. 40, 60, 72, 120'lik seçimləri ilə dəri dostu tərkibi sayəsində hər təmizlik anı bir rahatlıqdır. Silip bebe ilə körpəniz hər zaman xoşbəxt, siz isə arxayın olun. Bütün aptek və mağazalardan əldə edə bilərsiniz. Diqqət! Silip bebe bezlərinin hər qutusunda hədiyyələr var. Odur ki, qaçırmayın. Diqqət! Mənzil və biznes obyekti axtaranlar. Nizami City sizə geniş seçim imkanı təqdim edir. Layihədə təmirli, təmirsiz və bünövrədən mənzillər satışdadır. İstər dərhal köçmək, istər zövqünüzə uyğun təmir etmək, istərsə də sərfəli investisiya qoyuluşu planlaşdırın. Seçim sizin ixtiyarınızdadır. Bundan əlavə, Nizami City'də müxtəlif təyinatlı qeyri-yaşayış obyektlərinin satışı və icarəsi də həyata keçirilir. Mağaza, ofis, restoran, xidmət və ticarət sahələri üçün nəzərdə tutulan kommersiya obyektləri sahibkarlar üçün yeni imkanlar yaradır. Burada əldə etdiyiniz əmlak bugün rahatlıq, sabah isə dəyər qazanan sərmayədir. Mənzil və kommersiya obyektləri üzrə mövcud təkliflər, satış şərtləri və qiymətlər haqqında ətraflı məlumat almaq üçün Nizami City satış ofisi ilə əlaqə saxlayın. Nizami City, yaşayış və biznes üçün doğru seçim. Ətraflı məlumat üçün indi müraciət edin. Sağlam addım reabilitasiya mərkəzi yeni həyata atılan ən vacib addım. Narkotik asıllığı, alkoqolizm, qumar və digər zərərli vərdişlər insanın
təkcə sağlamlığını deyil, ailəsini, iş həyatını və gələcəyini də təhlükə altına atır. Lakin çıxış yolu var. Bu yolun adı Sağlam Addım Reabilitasiya Mərkəzidir. Sağlam Addım Reabilitasiya Mərkəzi uzun illərin təcrübəsinə əsaslanaraq narkotik maddə asılılığı, alkoqol asılılığı, qumar asılılığı, psixoloji bağlılıqlar, depressiya, stres və digər davranış pozuntularından əziyyət çəkən şəxslərə peşəkar dəstək göstərir. Mərkəzdə hər bir pasiyent üçün fərdi yanaşma tətbiq edilir. Təcrübəli həkimlər, psixoloqlar, konsultantlar və reabilitasiya mütəxəssisləri birlikdə çalışaraq asılılıqdan qurtulmaq istəyən insanlara yeni həyat qurmaq imkanı yaradır. Müasir reabilitasiya proqramları, psixoloji terapiyalar, motivasiya görüşləri, qrup məşğələləri və sosial adaptasiya tədbirləri vasitəsilə pasiyentlərin cəmiyyətə sağlam şəkildə qayıtması təmin olunur. Asıllıq problemləri yaşayan qadınlar üçün də ayrıca və məxfi reabilitasiya proqramları mövcuddur. Təhlükəsiz və rahat şəraitdə həyata keçirilən müalicə prosesində qadınların fiziki və psixoloji vəziyyəti nəzərə alınır. Əlaqə telefonu 055 227 55 51. Sağlam Addım Reabilitasiya Mərkəzi. Xaricdə təhsil almaq artıq xəyal deyil. Globus Xaricdə Təhsil Mərkəzi tək attestatla universitetlərə qəbul imkanı yaradır. Diplomları tanınan və etibarlı universitetlərlə əməkdaşlıq edən mərkəz tələbələrin gələcəyinə doğru uğurlu yol açır. Bu sahədə təcrübəsi və güvən qazanan təhsil eksperti Anar Kazımov tələbələrə düzgün ixtisas və universitet seçimində peşəkar dəstək göstərir. Qəbul prosesi, sənədləşmə, viza dəstəyi və təhsil istiqamətində bütün mərhələlər Globus tərəfindən operativ şəkildə həyata keçirilir. Minlərlə gəncin etibar etdiyi Globus Xaricdə Təhsil Mərkəzi artıq bir çox tələbənin uğurlu hekayəsinə çevrilib. Əgər siz də xaricdə keyfiyyətli təhsil almaq və gələcəyinizi qurmaq istəyirsinizsə, doğru ünvan Globusdur. Təhsil eksperti Anar Kazımov ilə gələcəyinizə doğru inamlı addım atın. 050 830 90 10-a elə indi zəng edərək ətraflı məlumat alın. Ağrı həyat keyfiyyətini aşağı salan, insanın gündəlik fəaliyyətindən uzaqlaşdıran ən ciddi problemlərdən biridir. Amma artıq bu ağrılarla yaşamağa ehtiyac yoxdur. Tanınmış alqoloq Zahir İsmailov illərin təcrübəsində dəqiq diaqnoz və effektiv müalicə metodlarına malik peşəkar həkimdir. O, həm kəskin, həm də xroniki ağrılarla mübarizədə yüzlərlə insanın sağlamlığına qovuşmasına səbəb olub. Bel, boyun və kürək ağrıları, onurğa, sinir sıxılmaları, baş ağrıları və migren, travma və əməliyyatdan sonraki ağrılar, əl və ayaqların keymə, uyuşma şikayətləri, nəzarət altında dərman və blokada müalicələri və sair xəstəliklərin müalicəsini həyata keçirilir. Ağrını deyil, səbəbini müalicə edir Zahir İsmailov. Uzun müddətli ağrılardan əziyyət çəkənlər, əməliyyat sonrası ağrıları olanlar, ənənəvi müalicələrdən fayda görməyənlər, onurğa və oynaq problemləri ilə yaşayanlar mütləq alqoloq Zahir İsmailova müraciət etsin. Müasir avadanlıqlarla təchiz edilmiş klinikada fərdi yanaşma və maksimum nəticə alqoloq Zahir İsmailovun xəstələrinə verdiyi əsas vəddir. Ağrısız yaşamaq istəyirsinizsə, elə indi əlaqə saxlayın. 055 524 08 74. Mədə-bağırsaq problemləri, qaraciyər xəstəlikləri və həzm sistemi ilə bağlı narahatlıqlar həyat keyfiyyətinizi aşağı salırsa, artıq etibarlı ünvan bəllidir. Peşəkar gastroenteroloq, hepatoloq və endoskopist doktor Rövşən İbişov müasir tibbin imkanları ilə xəstələrinin sağlamlığını bərpa etməyə davam edir. Saf Hospitalda fəaliyyət göstərən doktor Rövşən İbişov tərəfindən mədə-bağırsaq xəstəlikləri, pankreas və öd kisəsi problemləri, qaraciyər piyələnməsi, hepatitlər, qurd xəstəlikləri, qəbizlik, ishal, köp və digər həzm sistemi pozuntularının dəqiq müayinəsi və effektiv müalicəsi həyata keçirilir. Əgər uzun müddətdir davam edən mədə ağrıları və ya qaraciyərlə bağlı şikayətlər sizi narahat edirsə, gecikdirmədən müraciət edin. Sağlamlığınızı peşəkarlara etibar edin. Əlaqə telefonu 050 520 0303 070 288 46 85. Sağlamlığınız üçün doğru ünvanı seçin. Azər Hüquq Mərkəzi
hüququn zəmanəti, ədalətin adresi. Hər bir vətəndaşın hüququ var. Onu qorumaq isə Azər Hüquq Mərkəzinin işidir. Peşəkar hüquqşünas Tağı Hüseynovun rəhbərliyi ilə fəaliyyət göstərən mərkəz illərin təcrübəsini müasir hüquqi biliklərlə birləşdirərək vətəndaşların etibarını qazanıb. Burada hər bir məsələ, istər mülki, ailə, əmlak, əmək, inzibati, istərsə də cari məhkəmə işləri diqqətlə araşdırılır. Hər addım qanun çərçivəsində atılır. Tağı Hüseynova güvənmək, hüququna, haqqına, sabitliyinə güvənmək deməkdir. Elə indi zəng edin. Onlayn qəbul da mövcuddur. Telefon 055 727 37 37 070 727 37 37. Azər Hüquq Mərkəzi. Sənin hüququn bizim məsuliyyətimizdir. Diqqət, qəbul hələ ki ödənişsizdir.